Bir nəfər tanınmış bir restorana gəlir. Restoranda xidmətlər çox yüksək səviyyədə olur. O restoranda oturur, sifariş verir və yeməyini yedikdən sonra qarson gəlib ondan xidmət haqqında fikirlərini bildirməyini istəyir. O cavab verir. Hər şey çox gözəl idi, yeməklər dadlı idi, amma çörəyi çox az qoymusunuz. Qarson bunu özündə qeyd edir və həmin insan o restorana davamlı gəlməyə başlayır. İkinci dəfə qarson ona bir neçə dilim çörək qoyur. Yenə sonda ondan xidmət haqqında fikirlərini soruşur. Adam yenə də qane olmur. Əvvəl 2 dilim çörək qoymağına baxmayaraq, 3-cü dəfə həmin adam gələndə qarson ona 6 dilim çörək qoyur. Yenə də xidmət haqqında soruşur. Yenə də adam qane olmur və narazılığını bildirir. Növbəti dəfə gələndə qarson onun üçün stolun ölçüsündə bir neçə metr ölçüdə çörək hazırlatdırır və o hazırladığı çörəyi ortadan 2 dilimə bölür və onu süfrəyə verir. Yemək bitdikdən sonra yenə də qarson həmin adamdan xidmət haqqında soruşur. Adam isə ona belə cavab verir. Görürəm yenə də əvvəlki kimi 2 dilim verməyə başlamısınız.